Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt 11 nömrəli tam orta məktəbin 2 sinifi qəbul imtahanlarında 100% nəticə göstərib. Onlardan biri Azərbaycan, digəri isə Rus bölməsinin şagirdləridir. 11 nömrəli məktəbin Rus sektorunda tədris almışam. IELTS və SAT imtahanlarından yığdığım yüksək ballar sayəsində də ADA Universitetinə qəbul oldum. Bunların hamısı təbii ki, çalışmalar sayəsində gəldi. Sinifimizdə 21 nəfər şagird tədris alırdı və bu 21 nəfər şagird də tam nəticə göstərərək universitetə daxil oldu. Bu il mən bütün sinif yoldaşlarım, 19 nəfərimiz hamımız tələbə adını bu il qazandıq. Uğurumun sirri isə təbii ki, zəhmətdir, əziyyətdir. Bu günlərə qədər əziyyətlə, zəhmətlə gəlib çıxmışıqsa, bu gündən sonra da zəhmətlə, əziyyətlə qabağa gedəcək. Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin Dövlət və Bələdiyyə İdarəetmə fakültəsinə qəbul olmuşam və uğurumun sirri vaxtımı düzgün bölmək idi və bu uğurda mənə dəstək olan müəllimlərimə və valideynlərimə öz təşəkkürümü bildirirəm. 633 balla Azərbaycan Tibb Universitetinin müalicə işinə qəbul olmuşam. Uğurumun səbəbi çox çalışmaq, vaxtımı düzgün bölməkdir. Bizim sinif eksperimental olub və bizim sinifin şagirdlərinin hər biri ali məktəblərə qəbul olublar. Mən fəxr edirəm ki, sinifim bu il nəticələri həqiqətən də çox yüksəkdir. Sinifimdə 21 nəfər şagird təhsil alırdı, 21 nəfəri də hamısı ali məktəblərə daxil olmuşdu. Məzunlarımızın yüksək balla nəticə göstərməsinin səbəbi təkcə onların 1-2 ilinin nəticəsi deyil. Sırf ibtidai sinifdən, sonra 5-11-ci siniflərdə aldığı təhsillərin nəticəsidir. Onlar yüksək ali məktəblərə daxil olmuşdur. Sinifimdə 19 nəfər təhsil almışdır və 11 sinifin bütün şagirdləri ali təhsil ocaqlarına qəbul olmuşdur. Biz onlara çox inanırdıq, həmçinin fən müəllimləri və mən onlara çox inanırdıq və bunun nəticəsidir ki, hər biri təhsil ocağına qəbul olublar.